Şəxsi istifadə üçün 3 sot torpaq sahəsində inşa olunmuş bağlı bağçalı gözəl bir həyət evi təqdim edəcəm sizlərə, dəyərli izləyicilər. Təqdimata başladım evimizin bağ hissəsindən. Baxın, evimizin həyətində xüsusi olaraq bağ sahəsi ayrılıb. Müxtəlif növ dekorativ ağaclar, meyvə ağacları, belə bir bağımız var. Ev şəxsi istifadə üçün ideal şəkildə tikilib. Tikinti və təmir zamanı yüksək keyfiyyətli materiallardan istifadə olunub. Sənəd paket kupçadır, yəni torpağın da evində kupçası var. Həyətdə belə bir besetka yaradılıb. Bura həyət hissəsidir evimizin. Birbaşa mərkəzi yol üzərində yerləşir. Baxaq evimizin bu şəkildə fasad görünüşü var. Qeyd edim sizlər üçün 3 sot torpaq sahəsində 200 kvadrat metrlik şəxsi istifadə üçün ideal şəkildə tikilmiş və təmir olunmuş. Evimizin qaraj hissəsidir. Əsas giriş darvazasıdır. Rahatlıqla həyətinə avtomobil daxil olur. Yerdən kürsülüdür. Mərtəbə arası beton monolit. Çox ideal bir həyət evidir, dəyərli izləyicilər. Bağı, bağçası və gözəl bir ev. İndi isə qalxırıq evimizin daxilinə. Evimizin daxilinə keçməzdən əvvəl ünvanını sizlərə qeyd edim. Masazırda 6 nömrəli məktəbin 50 metrlik məsafəsində. Yəni çox yaxşı, hündür, quru bir ərazidə yerləşir. Bu evimizin birinci mərtəbəsinə. Solda mətbəximizdir. Görürsünüz, belə bir gözəl genişlikdə. Bütün pəncərələrin qarşısı açıq, qoşa daşla tikilib. Döşəməsi isti döşəmədir. Görürsünüz bu şəkildə. Solda yerləşir qonaq otağımız. Görürsünüz, gözəl geniş ölçüdə. Evimizin əşyaları real alıcı ilə danışılacaq. Yəni götürülə də bilər, qala da bilər. Belə bir gözəl genişlikdə. Sənəd paket kupça. Döşəməsi birinci növ parket. Pəncərələrin qarşısı hər biri açıq, birbaşa həyətə baxır. İkinci mərtəbəyə qalxan pilləkən, birinci mərtəbənin sanuzel qovşağı, duş kabininə qədər hər biri yerləşdirilib. Döşəməsi isti döşəmədir. Qalxırıq ikinci mərtəbəyə. İkinci mərtəbədə yerləşir 3 yataq otağı və geniş foye. Pilləkənimiz də beton monolitlə işlənilib. İkinci mərtəbənin geniş foyesi, yəni buranı da elə bir otaq hesab etmək olar. 5 otaq kimi də qeyd etmək olar bu evi. Burada eyvanımızdır, bir eyvan. Foyeden çıxan eyvan. İkinci mərtəbənin sanuzel qovşağı. Yəni əla bir təklifdir. Şəxsi tikili axtaranlar üçün ideal bir təklifdir. Qiymət açıqlama bölməsində qeyd olunacaq. Videonun aşağı hissəsində. Burada da bir yataq otağımız var və buradan da bağa baxan bir eyvanımız var. Sənəd paket kupçadır. Torpağın və evin kupçası hazır əldədir. Daha bir yataq otağımız buradadır. Qeyd etdiyim kimi əşyalar real alıcı ilə danışılacaq. Digər geniş yataq otağımız da buradadır. Ətraflı məlumat almaq üçün buyurub əlaqə nömrələrimizə əlaqə saxlaya bilərsiniz.